Azərbaycanla müharibə xəbərdarlığı edildi. İran yenə Ermənistanla bağlı qırmızı xəttindən danışdı. Rusiya Azərbaycanla müharibə başladacaq. Əgər Putin seçilməmiş prezidenti təbrik edib. Paşinyan Zelenski ilə PUA təcrübəsini müzakirə etdi. İran Amerika Birləşmiş Ştatları ilə ədalətli saziş bağlamağa hazırdır. Ərakçı. Pensiyalarla bağlı vacib məqam. Çoxu bunu bilmir. Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristina Qriqoryan, baş nazir Nikol Paşinyanın müxalifət parlament seçkilərində qalib gələcəyi təqdirdə Azərbaycanla yeni müharibə barədə xəbərdarlığını məntiqli adlandırıb. Axar TV teleqrafa istinadla xəbər verir ki, bu barədə o parlamentdə müxalif deputatların müvafiq suallarını cavablandırarkən bildirib. Baş nazirin dediklərinin əsas məqsədi ondan ibarətdir ki, əgər seçki qabağı dövrdə seçki iştirakçıları sülhün əsaslarını şübhə altına alsalar, bu prosesi poza bilər. O qeyd edib. İran regiondakı bütün sülh təşəbbüslərini dəstəkləyir və qonşu ölkələrdə sabitliyi öz təhlükəsizliyinin amili kimi görür. Eyni zamanda vəziyyəti yaxından izləyir. Axar TV xəbər verir ki, bunu İran Avrasiya Araşdırmalar İnstitutunun direktor müavini və regional təhlükəsizlik üzrə ekspert Armina Arm bugün keçirilən İrəvan Dialoqu 2026 beynəlxalq konfransının kənarında bildirib. Onun sözlərinə görə illərdir davam edən münaqişədən sonra Ermənistan və Azərbaycan arasında sülhə doğru irəliləyiş müsbət əlamətdir. Tehran hər iki tərəflə daimi əlaqə saxlayır. İran üçün əsas qırmızı xətt Ermənistanla tarixi sərhədin qorunmasıdır. O, dəyişməz və təhlükəsiz qalmalıdır, deyə o vurğulayıb. Ekspert deyib ki, İran ənənəvi olaraq qonşuları ilə münasibətlərə böyük əhəmiyyət verir və Ermənistanı ən yaxın tərəfdaşlarından biri kimi görür. İki tərəfli əlaqələr həm hökumət, həm də ictimai səviyyədə sabit qalır və müharibədən sonra belə dəyişməyib. İki dövlət arasında heç bir sistemli problem yoxdur. Sülh prosesinə dəstək praqmatikdir. Lakin mövcud sərhədlərin qorunması Tehran üçün vacibdir. İran üçün iki əsas şərt vacibdir. Sərhədlərin açıq olması və infrastruktur layihələri də daxil olmaqla Amerika Birləşmiş Ştatları və İsrailin İran ərazisi yaxınlığında mövcudluğunun qarşısının alınması. Qeyd edək ki, sözügedən tədbirdə Azərbaycan nümayəndəsi də iştirak edir. Robert Köçəryan, Qagik Sarukyan və Samvel Karapetyanın Ermənistanda hakimiyyətə gəlişində maraqlı olan Rusiya yeni müharibədə də maraqlıdır. Axar TV teleqrafa istinadla xəbər verir ki, bunu Ermənistanın Hakim Mülki Müqavilə Partiyasından olan deputat Qagik Melkonyan deyib. Deputatın sözlərinə görə Serj Sərkisyan və Robert Köçəryanın hakimiyyətlərindən sonra Ermənistan və Azərbaycan arasında müharibə təhlükəsi qalxıb. Dünya ölkəyə maraq göstərməyə başlayıb. Bugünsə Ermənistana investisiya qoyuluşundan danışılır. Bura gəlirlər çünki müharibə və təhlükə yoxdur. Hər şey yeni başlayır. Lukashenko bizi dövlət hesab etmirdi. Deyirdi ki, ermənilər əlimizdən hara qaçacaqlar, gedəcəkləri yer yoxdur. Amma indi müstəqilik. Ruslar bizi nə qədər qorxutsalar da öz yolumuzla gedə bilirik. Melkonyan qeyd edib ki, Rusiya öz məqsədləri naminə Ermənistanı qonşu ölkələrlə düşmən edib. Ermənistan liderləri düşünürdülər ki, Rusiya bizim atamızdır. Amma artıq bu atalıq bitir. Medvedev bütün günü içib bu barədə danışır. Əgər bizim üzümüzü görmək istəmirlərsə, qoy görməsinlər. Ticarət etmək istəmirlərsə, qoy etməsinlər. Hakim partiyanın üzvü əlavə edib ki, Rusiyalı oliqarx Ermənistan Baş Nazirliyinə namizəd Samvel Karapetyan heç vaxt Rusiyanın maraqlarından imtina etməyəcək. Çünki onun bütün var dövləti oradadır. Onlar bizim əyalət olmağımız və boyunduruq altında qalmağımız üçün Rusiya uğrunda vuruşurlar. Əgər Robert Köçəryan, Samvel Karapetyan və ya Qagik Sarukyan hakimiyyətə gəlsə, Rusiya yenidən Ermənistan və Azərbaycan arasında müharibə başladacaq. Xalq Köçəryana nifrət edir, ondan iyrənir. Geriyə yol yoxdur. Xalq bizə, Nikol Paşinyan və partiyasına səs verəcək ki, sülh olsun. Əks halda bir gün Larsı, bir günsə qaz kəmərini bağlayacaqlar.
Ermənistan parlamentinin spikeri Alen Simonyan keçmiş siyasi sistemi tənqid edib. Axar TV Qlobal Info Aza istinadla xəbər verir ki, bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. O bildirib ki, 2018-ci ilə qədər ölkədə siyasi proseslərin müstəqilliyi sual altında olub. Həmin zaman seçkilərin saxtalaşdırıldığı deyilirdi. Rusiya Ermənistandakı seçkinin nəticələri açıqlanmamış Serj Sarkisyanı təbrik etdi. Bu da siyasi proseslərə xarici təsirin olduğu barədə iddiaları gücləndirirdi. Ümumi siyasi qərarların kənar təsirlərlə formalaşdığı bildirilirdi. Qeyd edək ki, 2018-ci ildə Serj Sarkisyan prezidentlikdən sonra baş nazir oldu. Amma etirazlar səbəbindən istefa verdi və Nikol Paşinyan hakimiyyətə gəldi. Ermənistan baş naziri Nikol Paşinyan və Ukraynanın prezidenti Vladimir Zelenski İrəvanda Ukraynanın pilotsuz təyyarələrdən istifadə təcrübəsini müzakirə edib. Axar TV xəbər verir ki, bu barədə Hraparak məlumat yayıb. Müzakirə zamanı Paşinyan bu təcrübəni əvəzsiz adlandırıb və Zelenski bu sahədə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib. Məlumatda deyilib. Qeyd edək ki, Zelenski Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün İrəvana 4 mayda səfər etmişdi. İran hakimiyyəti Amerika Birləşmiş Ştatları ilə münaqişənin həlli məsələsində ədalətli saziş bağlamağa hazırdır. Axar TV xəbər verir ki, bunu İranın Xarici İşlər Naziri Abbas Əraqçi deyib. Amerika Birləşmiş Ştatlarının başlatdığı müharibə beynəlxalq hüququn açıq şəkildə pozulması hesab olunur və İran Amerika tərəfi ilə danışıqlarda öz hüquq və maraqlarını qorumaq üçün hər cür səy göstərəcək, o bildirib. Azərbaycanda vətəndaşların topladığı pensiya kapitalı çoxları tərəfindən şəxsi yığım kimi qəbul olunsa da, əslində bu vəsait sərbəst istifadə edilən pul deyil. Qanuna görə bu fərdi uçot sistemində qeydə alınan və yalnız müəyyən şərtlərlə istifadə edilə bilən sosial sığorta kapitalıdır. Axar TV xəbər verir ki, Qlobal Info Aza danışan hüquqşünas Ellada Bayramova bunu deyib. O bildirib ki, xaricə köçən şəxslər də bu vəsaiti itirmiş. Pensiya yaşına çatdıqda yaşadığı ölkədən asılı olmayaraq əmək pensiyasının təyin olunmasını tələb edə bilər. Bu proses Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir və müraciət elektron qaydada nümayəndə vasitəsilə və ya konsulluq üzərindən edilə bilər. Pensiya almaq üçün əsas şərtlər minimum sığorta stajının və kifayət qədər kapitalın olmasıdır. Bu tələblər ödənərsə, ödənişlər bank hesabına, o cümlədən beynəlxalq köçürmə ilə verilir. Ancaq vacib məqam budur ki, şəxs pensiya yaşına çatmamış ölkəni tərk edibsə, bu vəsaiti əvvəlcədən və ya birdəfəlik çıxara bilməz. Qanun buna icazə vermir və vəsait yalnız pensiya hüququ yarandıqdan sonra istifadə oluna bilər. Bundan əlavə, bəzi ölkələrlə bağlanan sosial təminat sazişləri çərçivəsində sığorta stajı birləşdirilə bilər. Amma ümumilikdə bu kapital üzərində sərbəst sərəncam hüququ yoxdur və bu da vətəndaşların gözləntiləri ilə hüquqi reallıq arasında fərq yaradır.